Yəni, əgər bir kəsin haqqına girmisənsə, yəni pul məsələsinə, çünki əl-əslu fi haqqillə əl-müsaməhə. Yəni, Allahın haqqı barəsində əsl olan bağışlanmaqdır. Yəni, Allah bağışlayır. Amma məxluqun yəni, barəsində əsl olan, haqqı barəsində əsl olan, yəni müşahəhə, yəni, Allah, yəni çəkişmə olacaq. Yəni, haqqını səndən istəyəcək. Hətta üstündən 100 il keçsə belə. Hətta sənə zülm eləsə belə. Yəni, o sənə haqqı varsa, haqqını istəyəcək. Gərək onu tapasan. Gərək tapasan, haqqını ondan istəyəsən, haqqını qaytarasan onun. Əgər tapmaq mümkün olmursa, vəfat eləyibsə, yaxınlarını ödəyəsən. Onun yaxınlarını tapmağını ödəyəsən. Yox, o da mümkün deyilsə, adından sədəqə eləyəsən. Deyəsən, Allahım, bunu ona xeyrini çatdır. Və əgər ixlaslı olsan, vallahi Allah çatdırar onu. Ona görə, yəni, rivayət olunur ki, əsərlərdə bir nəfər olur, söz verir ki, yəni, filan vaxtı borcumu çatdıracam. Və həqiqətən gəmi gedir, çata bilmir gəmiyə. Və deyir ki, o pulu odunun içinə qoyur, bağlayır, möhkəm sıxır, dənizə atır, deyir, ey Rəbbim, bunu ona çatdır. Və həqiqətən, o birisi tayda həmin adam onu götürür. Məktub da yazır ki, mən filankəs oğlu çatmadım və sənə göndərdim, bunu götür. İxlasına görə Allah Teala onu çatdırır.